Salam. Bugün sizinlə Azərbaycanın çox qatlı və minlikləri əhatə edən tarixinə bir nəzər salacağıq, bizə təqdim olunan mənbələr əsasında. Məqsədimiz bu zəngin keçmişin, belə deyək, əsas dönüş nöqtələrini, bugünə təsir edən hadisələri anlamaqdır. Yəni mənbələrdə nə deyilir, onu üzə çıxarmaq istəyirik. Gəlin başlayaq. Bəli, salam. Doğrudan da qarşımızdakı mənbələr çox dinamik, hətta deyərdim keşməkeşli bir tarixdən xəbər verir. Azərbaycanın sadəcə coğrafi mövqeyi deyil, mənbələrin də vurğuladığı kimi, fərqli sivilizasiyaların, böyük imperiyaların maraq dairəsində olması, eyni zamanda güclü dövlətçilik ənənələrinin formalaşdığı bir yer olması çox maraqlıdır. Və məncə əsas məqam odur ki, bu ərazi daimi xarici təsirlərə baxmayaraq, özünə məxsusluğunu, müəyyən bir kimliyi qoruyub saxlaya bilib. Maraqlıdır. Mənbələr ilk olaraq bu torpaqlarda, deməli skiflər və saklar kimi qədim tayfaların yaşadığını qeyd edir, sonra da Midiya, Əhəmənilər kimi böyük imperiyaların tərkibinə qatılıb. Amma məncə ən diqqət çəkən məqamlardan biri mənbənin Qafqaz Albaniyası haqqında verdiyi məlumatdır. Yəni bu ərazidə mövcud olmuş qədim bir krallıq və vurğulanır ki, xristianlığı çox erkən qəbul edib. Bu həqiqətən maraqlıdır. Bəli, bu fakt əslində bölgənin nə qədər erkən dövrlərdən fərqli mədəni dini təsirlərə açıq olduğunu göstərir. Qafqaz Albaniyasının mövcudluğu və xristianlığı qəbul etməsi bu Azərbaycan tarixinin köklərinin, yəni təkcə İslamla yox, daha qədim, daha fərqli inanclarla da bağlı olduğunu sübut edir. Məncə bu bölgənin strateji və mədəni əhəmiyyətinin, belə deyək, ilk işarələrindən biridir. Anladım. Sonra isə mənbələrə görə Ərəb xilafətinin işğalı və İslam dininin yayılması dövrü gəlir. Mənbələr deyir ki, bu dövrdə şəhərlər böyüyür, elm, sənət inkişaf edir. Amma sonra 11-ci əsrdə. Bax, burada işlər lap maraqlı olmağa başlayır. Oğuz türklərinin kütləvi axını. Mənbələr vurğuluyur ki, bu Azərbaycanın etnik və mədəni simasını demək olar ki, kökündən dəyişdirib. Türkləşmə prosesi. Səlcuqlar, Atabəylər, sonra Qaraqoyunlular, Ağqoyunlular. Bu dövlətlər bir-birini əvəz edir. Hə, tamamilə doğrudur. Və o dövrə aid mənbələrdə, bilirsiniz, diqqət çəkən məqam odur ki, Oğuz türklərinin gəlişi təkcə etnik tərkibi dəyişmədi. Bu həm də dövlətçilik ənənələrini formalaşdırdı. Sizin də qeyd etdiyiniz o Səlcuqlar, Atabəylər kimi dövlətlər, mənbələr onları Azərbaycanın gələcək mərkəzləşmiş dövlətçiliyinin, necə deyim, təməlləri kimi göstərir. Yəni bu, sonraki daha güclü imperiyaların yaranması üçün bir növ zəmin idi. Deməli, Demər hazırlıq mərhələsi olub. Yaxşı, bəs sonra 16-cı əsr Şah İsmayıl Xətai və Səfəvilər dövləti. Mənbələr Səfəvi imperiyasının necə güclü bir dövlətə çevrildiyini, şiəliyin rəsmi məzəb elan edilməsinin həm dini, həm də siyasi birləşməyə xidmət etdiyini göstərir. Amma sonraki əsrlər mənbələr deyir ki, heç də sakit keçmir. Qacarlar, Osmanlılar, Rusiya bölgə uğrunda ciddi mübarizə gedir. Elədir, Səfəvilər dövrü şübhəsiz Azərbaycan tarixində bir dönüş nöqtəsidir, çox kritik bir mərhələ. Şiəliyin dövlət dini olması, mənbələrin təhlili bunu göstərir ki, regionun dini siyasi mənzərəsini əsrlər boyu formalaşdırdı və müasir Azərbaycan kimliyində də əlbəttə önəmli rol oynadı. Lakin eyni mənbələr sonraki dövrlərdəki o geosiyasi rəqabətin acı nəticələrinə də işarə edir. Azərbaycan torpaqlarının bölünməsi və 19-cu əsrdə böyük bir hissənin Rusiya imperiyasının tərkibinə keçməsi. Bu həqiqətən taleyüklü bir hadisə idi, sonraki bütün proseslərə təsir etdi. Bəli, başa düşüləndir. XX əsri isə tamam başqa bir mübarizə ilə başlayır, müstəqillik uğrunda. Və burada məncə mənbələrin xüsusi vurğuladığı bir məqam var. 1918-ci il Müsəlman şərqində ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyəti, yəni AXC qurulur. Mənbələr təkcə ilk olmasını yox, həm də, məsələn, qadınlara seçki hüququ verməsini o dövr üçün çox qabaqcıl bir addım xüsusi qeyd edir. Çox təəssüf ki, cəmi 23 ay yaşayır bu respublika. 1920-ci ildə Sovet işğalı ilə sona çatır. Düzdür, AXC-nin ömrü qısa oldu, amma onun qoyduğu irs, mənbələrin də göstərdiyi kimi çox əhəmiyyətlidir. Yəni, demokratik dəyərlər, milli dövlətçilik ideyası, hətta o qadın hüquqları sahəsində atılan addımlar, bunlar sonraki nəsillər üçün bir örnək oldu.
Sovet dövrünə gəldikdə isə mənbələr bu dövrü, belə deyək, ziddiyyətli təqdim edir. Bir tərəfdən sənayeləşmə var, kütləvi təhsil var, modernləşmə elementləri var. Amma digər tərəfdən çox ciddi repressiyalar, milli kimliyə təzyiqlər mövcud idi. Maraqlıdır ki, mənbələr vurğulayır ki, bütün bunlara baxmayaraq, xalq milli şuurunu tam itirmədi. Və 1988-ci il Qarabağ hadisələri bu şuurun sanki yenidən oyanmasına, güclənməsinə təkan verdi. Bu da insanı düşündürür əslində. Mənbələr də bu sualı ortaya qoyur ki, ağır təzyiqlər altında milli kimlik özünü necə qoruyur? Çox maraqlı sualdır və nəhayət 1991-ci il SSR dağılır, Azərbaycan yenidən müstəqilliyini elan edir. Mənbələrdən anladığımız qədər müstəqilliyin ilk illəri asan keçmir. Daxili çətinliklər, xarici təzyiqlər, Qarabağ münaqişəsi. Amma zamanla ölkə ayağa durur. İqtisadiyyat inkişaf edir, beynəlxalq əlaqələr qurulur, ordu güclənir. Və təbii ki, mənbələr yaxın tarixin ən mühüm hadisəsi kimi 2020-ci ildəki 44 günlük müharibəni və işğal altındakı torpaqların böyük hissəsinin azad edilməsini qeyd edir. Bunu yeni bir zəfər səhifəsi kimi təsvir edirlər. Bəli, 1991-ci ildə müstəqilliyin bərpası və xüsusilə də 2020-ci il hadisələri. Bunlar əslində mənbələrdə gördüyümüz o əsrlər boyu davam edən dövlətçilik mübarizəsinin, milli iradənin bir təzahürü kimi də oxuna bilər. Ümumi mənzərəyə baxsaq, görürük ki, müstəqillik dövrü həm çox ciddi çağırışlarla yadda qalıb, münaqişə, iqtisadi keçid dövrü, həm də önəmli nailiyyətlərlə, dövlət quruculuğu, böyük enerji layihələri, beynəlxalq mövqeyinin güclənməsi, 2020-ci il müharibəsi isə şübhəsiz ki, ölkənin müasir tarixində və milli yaddaşında çox dərin iz buraxan bir hadisə oldu. Yaxşı, bütün bu tarixi səyahətdən sonra gəldiyimiz nəticə nədir? Sizin təqdim etdiyiniz mənbələr göstərir ki, Azərbaycanın tarixi çox şaxəlidir, daim dinamik olub. Qədim sivilizasiyaların qovuşuğunda yerləşməkdən, böyük imperiyaların mübarizə meydanına çevrilməkdən, qısa amma parlaq cümhuriyyət təcrübəsindən, mürəkkəb Sovyet irsindən keçərək bugünə, müasir müstəqilliyə gəlib çatan bir yoldur bu. Mənbələr açıq şəkildə göstərir ki, bu tarix həm zəfərlərlə, həm də itkilərlə zəngindir. Bəli, tamamilə. Və bütün bu zəngin, eyni zamanda çox zaman keşməkeşli tarixə baxdıqda insan istər-istəməz düşünür. Bugün müasir müstəqil Azərbaycan öz gələcəyini qurarkən mənbələrdə təsvir olunan bu uzun və mürəkkəb keçmişin hansı dərslərinə, hansı təcrübələrinə əsas götürür və gələcəyə hansı tarixi mirasla addımlayır? Məncə, bu sizin üçün də əziz dinləyicilər üzərində düşünməyə dəyər bir sualdır.